Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina ve habibina Muhammedin sallallahu aleyhi ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna bima yenfa'una ve nefa'na bima allamtana ve zidna ilma amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Möhtərəm qardaşlar, Fiqhul Muyassar kitabını davam edirik və növbəti fəsil Əl-Ma'u izə xalatahu nəcəsə, suya nəcasət qatışarsa. Əl-Ma'u izə xalatathu nəcəsə fəğəyyərət əhdə əvsafihi thələfə ər-rihuhu, əv ta'amuhu, əv ləvnuhu. Əgər suya nəcasət qatışarsa, təmiz sudan gedir. Məsələ, təmiz sudan gedir. Əgər suya nəcasət qatışarsa və onun üç vəsfindən biri dəyişərsə, üç vəsfi hər zaman yadınızda saxlayın və qeyd edin. Birincisi, onun iyi, dadı və rəngi. Bu üç şey önəmlidir. Yəni, dərs əsnasında gələcək. Əgər suya bu üç şeydən birisi qatışarsa, onda artıq o təmiz hökmünü itirir. فَهُوَ نَجِسٌ بِإِجْمَعٍ لَا يَجُوزُ إِسْتِعْمَالُهُ. İcma ilə o suyu istifadə eləmək olmaz. Yəni, hansı ki, təmizlənmək və yaxud da o təmizliyini artıq itirmiş olur. Sonra da فَلَا يَرْفَعُ الْحَدَثَ وَلَا يَزِيدُ الْخَبَثِ. Yəni, o heç bir pisliyi təmizləmir. Kiçik pisliyi olsun, böyük olsun, heç bir pisliyi təmizləmir. Az olsun və yaxud da çox olsun. Əmmə izə xalatathu nəcəsətun və ləm təğəyyər əhədi əvsafihi. Əgər suya nəcasət qatışarsa və eyni zamanda da bu üç vəsf dəyişməzsə, iyi, dadı və rəngi dəyişməzsə, onda nə baş verir? Və in kənə kəthirən ləm yencus. Əgər o su çoxdursa, onda o nəcis olmur. İndi çox orada nəzərdə tutulur, onu gətirəcəyik. Ləm yencis və təhsulu taharatu bihi. Və deyir, bu su təmiz sayılır. Yəni, təmizlik etmək olar o suyla. Təmizlənmək olar o suyla. Əmmə izə kənə qalilən fəyencüs. Əgər az olarsa o su, onda o su artıq hətta üç vəsfi dəyişməzsə belə nəcasət ora daxil olduğu zaman artıq o su nəcis sayılır. Yəni, az olarsa. İndi azın və çoxun miqdarını indi gətirəcəm. Və lə təhsulü taharatu bihi və haddul mə'ul kəthir. Yəni, çox su dedikdə nə nəzərdə tutulur, möhtərəm qardaşlar? Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləmdən hədis gəlir, qulləteyn hədisi deyilir, yəni iki qullə. Və dəlilu alə zəlik, dəlil nədir? Əbi Səid Əl-Xudri radiyallahu anhudan rəvayət olunur ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İzə bələğəl mə'u qulləteyni. Birinci hədis gəlir, İnnəl mə'ə tahurun lə yencisuhu şey. Təmiz su onu heç nə nəcis etmir, yəni çox su. Sonra İbn Abbas'tan gəlir ikinci hədis ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İzə bələğəl mə'u qulləteyni ləm yəhmil xəbəth. Əgər su iki qullə olarsa, onda artıq onu heç nə nəcis etmir. İki qullə nədir, möhtərəm qardaşlar? Alimlər ixtilaf ediblər. Ən az deyən 190 litr deyib. Bəziləri 205 deyən var, 270 deyən var, 300 deyən var litr. Ən azı 190 litr olmalıdır ki, o su ora nəcis düşdükdə onu zədələməsin. Təmizliyi olduğu kimi qalsın. Əgər ondan az olarsa,
ora nəcis düşdüyü zaman o su artıq nəcasət hökmündə olur. Ondan istifadə eləmək düzgün deyil. Sual yaranır ki, əgər qulləteyn olarsa, yəni 190-200 litr olarsa su və ora nəcis düşərsə, yəni çox düşüb nəcis və 3 dənə vəsifindən birini dəyişib. Yəni su çox olsa belə görürsən iyi dəyişib və yaxud dadı dəyişib. Yəni səhih olan odur ki, artıq o da nəcis hökmünə girir. Hani bəzi alimlər ümumi götürürlər ki, qulləteyn olarsa artıq o su nəcis olmur. Burada bu birinci məsələ. Məsələni qısa formada bir də deyirəm. Əgər suya, təmiz suya nəcasət daxil olarsa, az qulləteynlə az olsa, həmən nəcis sayılır su. Əgər qulləteynlə çox olarsa, artıq o su nəcis olmur. Bir də ki, ən əsas məsələ də 3 vəsifindən biri dəyişərsə, artıq o su nəcis sayılır. Sonra ikinci məsələ möhtərəm qardaşlar, əl-mə'u izə xalatahu tahir. Əgər suya təmiz bir şey qatışarsa, onda hökm necə olur? Əl-mə'u izə xalatatu məddətun tahira. Əgər suya təmiz bir maddə qatışarsa, kəl-əvraqil əşcəri, əv-sabuni, əv-uşnani, əv-sidri, əv qeyri zəlikə minəl-məvadi tahira. Ağacın yarpaqları, sabun, uşnun ərəblərdə hansı ki turş bir maddə idi, hansı ki ondan əl yuyulurdu. Limon kimi o əlləri daha tez təmizləyir. Əv-sidr, sidr də bildiyimiz sidr. Qatışarsa, hökm necə olur? وَلَمْ يَغْلُبْ ذَٰلِكَ الْمُخَالَطَ عَلَيْهِ فَالصَّحِيحِ أَنَّهُ طَهُورٌ. Səhih olan odur ki, o təmizdir. يَجُوزُ التَّطَهُّرُ بِهِ مِنَ الْحَدَثِ وَالنَّجَاسَةِ. Ondan təmizlənmək olar. Sonra ondan təmizlik etmək olar, təmizləmək. Sonra gəlir ki, hədis Allah Resulü sallallahu aleyhi və səlləmdən hansı ki cənazəni yuyarkən buyurur ki, İğsiluhə thələthən əv xamsən, 3 dəfə və 5 dəfə yuyun, əv əktər, daha çox. Min zəlikə in rəeytunnə biməin. Sonra biməin və sidr, sidrlə yuyun. Və cəalnünnə fil-əxiri kəfura, əv şeyən min kəfur. Sonunda isə kafurla yumaq. Hansı ki o da bütün cənazədə sonunda kafurla yuyurlar ki, maddədir, bitkidir. O bütün xoşa gəlməyən iyləri aparır. Hətta iyi hansı səviyyədə olsa belə o iyləri aparır. Sonra növbəti məsələ hükmül mə'ul müstə'məl fit-tahara. Hansı ki bu suları taharətdə istifadə etmək olarmı? الماء المستعمل في الطهارة كالماء المنفصل عن أعضاء المتوضئ والمغتسل طاهر مطهر لغيره على الصحيح يرفع الحدث ويزيل النجس ما دام أنه لم يتغير منه أحد الأوصاف الثلاثة الرائحة والطعم واللون. Hansı ki dəstəmazdan sonra insanın dəstəmaz suyu var. O sudan dəstəmaz almaq olarmı və yaxud da təmizləmək olarmı? Nəcasətdən və yaxud da ki, həmçinin dəstəmazdan. Əgər dəstəmaz almaq olarsa, deməli nəcisdən də təmizlənmək olur.
مَا دَامَ أَنَّهُ لَمْ يَتَغَيَّرْ مِنْهُ أَحَدُ الْأَوْصَافِ الثَّلَاثَةِ Əgər onun üç vəsfi dəyişməyibsə, iyi, dadı və rəngi. Əgər dəyişməyibsə, o suyla dəstəmaz almaq olar və həmçinin təmizlənmək olar. Dəlil nədir, möhtərəm qardaşlar? Dəlil Ənnə Nəbiyyə sallallahu aleyhi və səlləm İzə təvəddəə kədə yəqtətilunə alə vudu'ihi Allah Resulü sallallahu aleyhi və səlləm dəstəmaz alarkən sahabələr onun dəstəmaz suyundan təbərrük edərdilər. Götürərdilər, istifadə edərdilər. Başqa bir hədisdə gəlir ki, birinci hədis Buxaridə gəlir, ikincisi də Buxari və Müslümdə. وَلَنَّهُ صَلَى اللّٰهُ صَبَّ عَلَى جَابِرٍ مِنْ وُضُوئِهِ إِذَا كَانَ مَرِيضًا Cabir radiyallahu anh deyir, xəstə olarkən o dəstəmaz suyundan onun üzərinə səpib. Bu da Allah Resulü'ne xas olan bir sifətdir, möhtərəm qardaşlar. Bunu qarşışdırmayın. Bu kiməsə təbərrük etmək olmaz. Heç kimə təbərrük etmək olmaz. Bəzən görürsən, bəzi insanlar təbərrükü ümumi götürürlər. Hansısa bir sudan, zənn etdiyi fəzilətli bir adamın suyunu götürür və yaxud da ki, hansısa bir əsərini götürüb təbərrük etmək icazəli deyil. Buna diqqətli olun. O Allah Resulü'ne xas idi. Sonra وَلِيَنَّ النَّبِيَّ صَلَّى اللّٰهُ وَأَصْحَابُهُ Allah Resulü ve onun sahabeleri ve nisa'u kadınları, hayat yoldaşları كَانُوا يَتَوَضَّعُونَ فِي الْأَقْدَاحِ وَالْأَتْوَارِ Onlar bir qabdan dəstəmaz alardılar. Bu nə deməkdir? Məsələn, bizdən birimiz bir qab götürmüşük. Əllərimizi təmiz yuduqdan sonra təbii ki. Əllərimiz təmizdir. Bir qabdır. O suyun içinə əlimizi salırıq, dəstəmazımızı alırıq. Bu artıq nə oldu? Bizim əlimiz dəyən bir sudur. İkinci yenə götürürük, üzümüzü yuyuruq, qollarımızı yuyuruq. Yəni bunu etmək icazəlidir, dəlil də bu hədisdir. Yəni bir qabdan dəstəmaz almaq olar, içinə əlini salaraq. Şərt odur ki, əllər təmiz olmalıdır. Bu da onun dəlilidir. Allah Resulü'ndən, sahabələrindən və qadınlarından dəlil var. Sonra Allah Resulü sallallahu aleyhi və səlləmdən gəlir ki, İnnəl mu'minə lə yencus. Mümin nəcis deyil, nəcis olmur. Necə ki, ayət kəlmələ gəlir, İnnəməl müşrikunə nəcəs. Müşriklər nəcəsdir. Və izə kənə kəzəlik fə innəl mə'ə lə yəfqid tuhuriyyətuhu bimucərrədi müməsətihi ləhu. Ona görə də bir müminin, bir müsəlmanın, müminin o sudan dəyməsi ilə o nəcis olmur. Dəlil də, bu dəlildir, hədis Müslümdə gəlir. Bu ikinci məsələ. Üçüncü məsələ, möhtərəm qardaşlar, üçüncü məsələ ilə tamamlayacaq. Üçüncü məsələ, Əthərul ədəmiyyinə və bəhimətül ən'am. Adəm övladının qalıqları və həmçinin heyvanların qalıqları. Yəni, nə deməkdir o? Əs-sur deyilir. Hansı ki, huvə mə bəqiyə min inəin bə'də şurbi şəribi minhu. İnsan bir qabdan su içir və yaxud heyvan bir qabdan su içir. O suyun hökmü nədir? Növbəti fəsil budur. Əl-ədəmi tahirun. Adəm övladı təmizdir. Və suruhu tahir. Onun dəydiyi yerdə təmizdir. Səvəən kənə muslimən əv kəfirən. Orada ümumi Adəm övladını gətirir. Dəydiyi təmiz. Və kəzəlikəl cunub vəl-haid. Hətta cunub və haid olsa belə. Və qəd təbətə ənə Rasulullah sallallahu aleyhi və səlləm qal əl-mu'minu lə yencüs. Mümin nəcis olmur. Və Aişətə Ənəə kənət təşrabu minəl inəi və hiyə haid. Ayşə radiyallahu anhədən gəlir ki, içərdi heyd olduğu halda.
فَيَأْخُذُهُ رَسُولُ sallallahu aleyhi ve sellem فَيَضَعُ فَاهُ عَلَى مَوْضِعٍ فِيهَا. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem eyni yerden içerdi. وَقَدْ أَجْمَعَ الْعُلَمَاءُ عَلَى طَهَارَةِ سُورٍ مَا يُؤْكَلْ لَحْمُهُ مِنْ بَهِيمَةِ الْاَنْعَامِ وَغَيْرِهَا. Bütün alimler bir eyni rəydədirlər ki, əti yiyilən heyvanların qalıqları təmiz sayılır. Əmmə mə lə yu'kəlu ləhmuhu kəs-sibai vəl-həmri və qeyriyə fəs-sahih ənəhu surəha tahir. Əgər əti yeməyən heyvanların isə səhih olan odur ki, onların da təmizdir və lə yuəthəru fil-mə, suya təsir etmir. Xassa, xüsusilə su çoxdursa, yəni qulləteyndir. Əmmə izə kənəl mə'u qalil və təğəyyərə bisəbəbi şurbihə minhu fə inəhu nəcis. Əgər su azdırsa, yəni qulləteynlə azdırsa, onu bir əti yiyilməyən heyvan ona toxunubsa o suya və su da qulləteynlə azdırsa və üç vəsfindən biri dəyişibsə, artıq o nəcis sayılır. Bunu da qeyd edeyim. Sonra el-hadith-ü sabiq fi ennehu sallallahu aleyhi ve sellem su'ila anil ma'i ve ma yenubuhu mined-devabi ve's-siba'. Allah Resulü sallallahu aleyhi ve sellem'den su hakkında soruşulur, hansı ki ona heyvanlar toxunub və qalə İzə bələğəl mə'u qulləteyni ləm yəhmil xəbəf. Əgər su qulləteyn olarsa, miqdarını da xatırladıq, yəni ən azı 190, bəzi alimlər 161 gətirirlər. Ən az gətirən 161 gətirir. Yəni ehtiyatən 190-dan başlayır. Artıq bu su bu miqdara çatdığı zaman o nəcis olmur. Sonra o qavlu sallallahu aleyhi ve sellem fil hirra, pişiyin hədisində ki, fakat şiribət minəl, hansı ki o oradan qabdan su içir, innəhə leysət bi nəcis. O deyir, Allah Resulü, o nəcis deyil, onun içdiyi su. İnnəmə hiyə minət tavafinə aleykum və tavafət. Onlar, yəni, tavaf edirlər, gəzirlər hər yerdə. Əgər o nəcis olsaydı, onda insanın işi çətinləşərdi. Bir şeylər görürsən, oradan içir, oradan toxunur. Ona görə onların toxunduqları yer nəcis sayılır. Necə ki, buyurur, İnnəhu yeşuqqut təhərruz minhu fil qalib. Çünki onu deyir, qorumaq çətindir, əgər evdə bir şey varsa. Sonra, mühüm bir məsələ, əmmə surul kəlb, itin toxunduğu su. Fə innəhu nəcis. O deyir, nəcasətdir. Və kəzəlikəl xənəzir. Həmçinin də xinzir. Donuz. Əgər dəyərsə suya, artıq o su nəcis sayılır. İtə bilirik ki, Buxarədə və Müslümdə dəlil var. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, hədis Əbu Hureyra radiyallahu anhudan gəlir, Ət-tahuru inə əhədikum İzə vələğə fihil kəlbu ən yəqsiləhu səbə mərratin uləhunə bit-turab. Əgər sizdən birinizin qabına itin ağız suyu dəyərsə, onu 7 dəfə yuyun, birincisində torpaqla. Yəni bir dəfə torpaqla başdan yuyursunuz, təmizləyirsiniz. Torpaqda alimlər gətirirlər ki, xüsusi bir təmizlik maddəsi var Allah tərəfindən. Onu yalnız o təmizləyir. Torpaqla birinci yuyulur, o itin ağız suyunda olan o mikroblar, o hansı ki xoşa gəlməyən hallar varsa, əsər, iz qalırsa, onu torpaq təmizləyir. Ondan sonra da 7 dəfə suyla yuyulur. Sual verirlər ki, bəs donuzun ağız dəydiyi, burada ixtilaf var. Yəni, çünki hədis donuz üçün gəlməyib. Necə ki, buyururlar ki, o zamanlar donuz var idi. Əgər xüsusiyyət olsaydı, ona da gələrdi 7. Yəni, nəcis olmağında ixtilaf yoxdur.
yəni 7 dəfə yuyulması, bir dəfə də torpaqla yuyulması barəsində dəlil yoxdur. Bəzi alimlər ümumi olaraq qiyas edirlər. Qiyas edirlər ki, itdən daha şiddətli, donuz daha şiddətlidir və ona görə də bir dəfə torpaqla 7 dəfə də su ilə yumağı donuzda da tətbiq etmək lazımdır deyə buyururlar. Və ümumi də ayət-kərimə var ki, donuz haqqında فَإِنَّهُ رِجْسٍ O deyir, nəcisdir. Ən'am 145-də gəlir və bu ayəyə istinadən və ümumən də qiyas edərək deyirlər. Ancaq bir çox alimlər dəlil olmadığı üçün səhih, yəni 7 dəfə yuyulmasına, bir dəfə də torpaqla yuyulması dəlil olmadığı üçün deyirlər ki, ümumi nəcasətlər necə təmizlənirsə, donuzun dəydiyi suda, ağız suyu da o formada təmizlənir. Yəni səhih olan rəy budur, üstün rəy budur, dəlil olmadığı üçün. Və bugün bu 3 məsələ ilə tamamlayırıq. Yəqin ki, bu məsələlər biraz daha diqqət tələb edir. Hansısa bir sualınız, çətinliyiniz varsa, buyurun inşallah.